Salamlar dostlar, kanalıma xoş gəlmisiniz. Mən Əfsanə, bir ildir ki Balidə yaşayıram və təcrübələrimi YouTube kanalımda bölüşürəm. Asiya ölkələrini gəzirəm, ancaq ən çox yaşadığım yer Balidir. Bugün ilk öncə başlamazdan əvvəl demək istəyirəm ki, kanalım yenidir. Kanalıma abunə olmağı, şərh yazmağı unutmayaq. Dəstəklərinizi gözləyirəm. Hal-hazırda Ubud'dayam, Ubud'da yaşayıram. Bugün gedəcəm Cangguya, dostumla görüşməyə. İndi isə gedirəm Ubud'da bir kofe içməyə. Dedim ki, yeni bir vlog çəkim. Həm danışım, buradakı ümumiyyətlə kofe shopları göstərim, küçələri, həyatları və bir gün ərzində günüm necə keçir burada. Hal-hazırda yaşadığım məhəllə belədir. Ubud'da. Çox sevirəm buranı, çünki çox mərkəzdədir və eyni zamanda da səssiz olan arxa küçələrdədir. Hər tərəfdə belə məbədlər görmək olar Ubud'da. Və belə küçələr bu şəkildədir. Normalda hər tərəfdən bayklar keçir. Aha, səsi gəlir. Gələcək bir dənə indi keçəcək. Yes, bu keçən taksi idi. Burada daha çox motorbike taksilərdən istifadə edirlər. Grab və yaxud da Gojek. Belə evlər bu şəkildədir. Mənim qaldığım küçədə daha çox guest house-lardır, yəni qonaqlama evləri. Kafelər var, bu cür kafelər, varunkulardır. Daha çox yerli yeməklərin olduğu. Dostlar, ana küçəyə gəldim, Ubud'da. Gedirəm hal-hazırda kofe içməyə, dedim, ana küçəni də çəkeyim. Hər tərəfdə belə kafelər, mağazalar, kiçik butiklər. Alfamart burada supermarketdir, yəni yerli, kiçik, daha. Hədiyyəli əşyalar. Bu arada bugün hava çox istidir. Bir neçə gündür yağış yağır. Dayanmadan yağış yağır. Çünki yanvar ayı Balidə yağış sezonudur. Amma bugün hava çox günəşlidir. Asiyanın maraqlı hava iqlimi. Belə. Və belə kiçik yollarda görə bilərsiniz ki, yeməklər satırlar yerlər. Dostlar, gəldim çatdım kofe içəcəyim yerə. Məkan çox qəşəngdir, buranı çox sevirəm. Sadəcə bir küçənin kənarında yerləşən belə. Yolun kənarında oturub kofenizi içə bilərsiniz. İçərini göstərim biraz. Və yaxud da içəri hissələrdə tutmaq olur. Dostlar, içkim gəldi. Özümə bir dənə detoks içkisi sifariş eləmişəm. Bunu da çox sevdim. Balidə ən sevdiyim sağlam şürələr, meyvə suları tapmaq çox mümkündür. Əvvəllər qiymətləri daha uyğun idi, biraz qalxa bildi. Amma yenə də Azərbaycana görə çox uyğundur və demək olar ki, hər yerdə rast gəlirsiniz, tapırsınız, içirsiniz. Yaşasın sağlam həyat. Dadına baxmaq. Hə dostlar, hazırlaşmışam indi. Kofemi içdim. İndi Ubud'dan Cangguya gedirəm. 1 saatlıq bayıqla yolum var. Taksi çağırmışam. Gəlsin, minib gedəcəm. Və Cangguda ən sevdiyim Azərbaycanlı dostumla görüşürəm. Atamla görüşəcəyik. Belə, Canggudan da paylaşacağım. Dostlar, taksi gəldi, bayıqım gəldi. Minəcəm. Hi.
Dostlar, bir saatdən sonra uzun yoldan sonra Ubuddan Cangıya gəlib çatmışam. Çox şirin bir kafeye gəlmişəm. Türk işlətməsidir. Çörək, börək eləyirlər. Həqiqətən Balidə axtarılan və özlənilən yeməklərdəndir. Çünki ümumiyyətlə burada bir müddət yaşadıqdan sonra Azərbaycan Türk mətbəxi üçün darıxırsınız və get-gedə Türk mətbəxləri artmaqdadır. Azərbaycan isə bildiyim cəmi bir restoran var, orada bir gün gedib çəkərəm. Çox şirindir buralar. Mən belə itiraf. Is it okay? Simit var, simit. Balidə simit. Çox şirindir. Şimdi Afaqı gözləyirəm. Afaqla burada görüşəcəyik. Belə. Mən çox bəyəndim. Konseptlər də çox qəşəngdir. Fırından nə çıxsa olar bugün. Görək fırından nə çıxacaq bugün bizə. Belə, bir qədər işləyəcəm. Bu arada mən online dizayn iş edirəm Balidə. Bundan yanaşı yoga meditasiya dərsləri verirəm. Bir də ki, yeni YouTube-a başlamışam, kontent ürətirəm. İndi oturub YouTube üçün kontent hazırlayacağım, bu həftə paylaşacağım. Belə, görüşərik. Dostlar, Afağı gözləyənə qədər dedim bir qədər danışım. Ümumiyyətlə Balidə nəyi sevirəm? Random gəldiyiniz bir kafedə insanlarla dostlaşıb söhbət edə bilirsiniz. Hal-hazırda işlətmənin sahibi çox şirin bir ailədir, onlarla danışdıq, hekayələrimizi bölüşdük. İndi isə mən Cangudayam. Ümumiyyətlə Cangu, mən Ubudda yaşayıram. Cangu daha çox biraz dinamik, party, surf, daha da digital nomadlərin yaşadığı, daha çox maskulin enerji var, amma Ubudda daha çox feminin enerji var. Daha sakit, yoga, meditasiya, təbiət, yaşıllıq. Mən Ubudun enerjisi yaxşı gəlir, amma balans edirəm. Bəzən çox belə passiv hiss edəndə Canguya gəlirəm ki, daha aktiv hiss edeyim. Canguda da daha çox sevdiyim gün batımları, beachlər, kafelər burada çox qəşəngdir, çox aktivdir. İnsanlar daha çox dinamikdirlər və Ubudda həyat tez sönür. Mən Ubudda tez yatıram, tez oyanıram, amma Canguda belə deyil. Canguda daha çox həyat gecələrə qədər axır. Balidə yaşayan məşhur Azərbaycanlı bloger Afaq Yusifova. Afaq gəldi. Ya, çox darıxmışdım. Mən də buradayam. Onun mənim. Yaxşı gəldi. Darıxmışdım Bali üçün. Azərbaycan üçün də darıxmışdım, amma Bali mənim üçün. Özü səninki Bali'yə məxsussan, Bali sənə məxsusdur. Elə bir şey var məncə. Burada tam bir enerji tuturdu. Öyle değil bence. Ona görə Bali mərkəzdən çağırdı. Vietnam beğendin? Heç bəyənmədim. Ayıp edersin. Ben Vietnam'ı bayılmıştım. Çünkü ben bence gezebilmezsin. Bir yere gidip gezek. Ne dersiniz? Bəlkə də təcrübələr fərqli olar. Bəlkə də mən başqa yerlərini gəzmişdim deyə, ora çox mənsiz kimi gəldi. Vietnam ama ses küllüdür. Bunu qəbul edirəm bu arada. Sadece Bali'den sonra arada böyle bir aktif bir şey istəyəndə Vietnam yaxşıdır. O resmen çok aktif idi. Ben bilmiyorum. Bizim olar. Bizim yemeklerimiz geldi. O kadar tatlıydı ki ben yine sipariş verdim. Ben bir de Azerbaycan'da Dostlar, Türk tadında çok lezzetli söhbətlərlə dolu. Neyse, biz sonra daha tam danışalım. Sepet aşacıydı. Bəli.
Kanalını çek. Cengi Bir çek. vloggerden məsləhət. Hər şey çəkməlisən. Tamam mı? Şuna yadımdan çıxır. Evet dostlar. Kameramı çevireyim ben. Biz geldik Afak'la. Çayımızı içtik. Kurabiyelerimizi yedik. Gelmişik Canlı'da. Sunset Point'e. Sunset istemeye. Yalanında belə yaşayır. Hər gün gəldik konsertimizi veririk. Bizim göstəricimiz yəni. Siz də gəlin. Valiyə göstərir. Məncə herkes gəlməlidir. Herkes yaşayır. Gözəlliyi görməlidir. Ümumiyyətlə, buranın çox fərqli bir Cemil'in enerji zaten yüksek valide. Ona göre kahramanlık hoşuna gelir. Bir de isterim ümumiyyətlə burada sen çok şeyi anlıyorsun. Özünden bağlı. Özünü daha yaşlı anlıyorsun. Bence her kişisel yol keçir. Yani karmalardan temizlenmek istiyorsansa, Müslümanlara bir yükseliş görmek istiyorsansa, sağlamlığı, mental sağlamlığı yani. Onu çatmak istiyorsan, ona çatmak istiyorsan, malum en güzel yer. Yani bunu bence sen de təsdiqləyərsən. Çünkü ümumiyyətlə mənim özümə çox dəyişmədi. Mən çox dəyişmədim. Sağlamlığı bir güzeli var. Bağlanmırsa sözü vakitdən yandır. Mən o hər ay yapmışam. Çəkir. Bu təzən təzdən gəlirik. Köşe çekmem oraya. Çok köşe. Bura çəkmək istəyirdim əslində. Biraz da sanseti çek. Dostlar gəlmişik sunsetimiz belə. Məncə çevirim kamera. Ən azından Bence de. Herkes bir gün buraya gelecek. Hakikaten. Bazıları yaşlanan da istiyor, bazıları gençken istiyor. Ama en sonunda zaten anlayacak ki maddiyat, materyal hayat, bunlar boş şeydir. Yani bize lazım olan tabiattir, tabiatla bağlı olmaktır. Her gün güneş basını izleyebilmeydi, yaşlılığı, denizi görebilmeydi, onun içinde olmaktır. Ve indi size sıkıcı gelse de bir gün mutlak dediğim gibi onu isteyeceksiniz. Öyle değil. Məncə hər kəs istəyir. Ben değil ama sıkıcı da mesela. Ben videolarımın altına yazılarım. Güzeldi, sıkıcı ne yaptı? Güzel hayatı güzeldi. İsteyenler var. İsteyenler var yani. Ama al senin bilecek bir gün. Ama bu şey içinde sen. Sən kontaktı bitirirsən bir nöqtədən sonra. Çok oturup konuşursan aslında. Allah. Ben Azerbaycan'da da Türkiye'de de getirdiğimde çok hareket ediyorlar. Çok farklı amaçlı bunlar düşündüğü şeyler. Yani böyle dümdüz gelir böyle bir şekilde. Ben bir şey düşünüyorum, bir şey topluyorum. Ve çok mutluyum. Yani bu mevsimde insanların yarattığı bir Türkiye'de. Biz mecbur görüyoruz. Ya istesek, Anadolu'da işlesek, şeyden çıkıp devlet yaşayanlar yazar. Cəsarət eləsəz. Mümkündür hər şey. Həqiqətən mümkündür. Sadəcə bizə öyrədilən var və bütün dünya bundan ibarətdir. Katılıram çünki məncə məlumatsızlıq və o yüklənmiş insanlar var ki, bunu edənlər var. Var, bilmirəm. Niyyət edəsiz. İnsanların asan gelir. Başkalarına da izlemek. Aysa və onlara da Çünkü bildiğin bir şeydir. Niye bilmediğin bir şeye gelip